Araşdırmacı, filologiya elmləri doktoru Ramil Manafoğlu bildirir ki, 1990-cı ildə Respublika qəzetlərinin birində xalq şairi Bəxtiyar Vahabzadənin Şəki qiyamı ilə bağlı gördüyü Güllabaran haqqında bir yazısı getmişdi. Müəllif həmin hadisələrin şahidi olduğunu qeyd edirdi. O, qalanın içərisində güllələnən Azərbaycanlıları gördüyünü, qətli yerinə yetirənlərin sir sifətindəki vəhşiliyini, xüsusən onların arasında bir gənc erməninin daha çox canfəşanlıq etdiyini unuda bilmədiyini yazırdı. Əbdülrahman Abdullayev də partiya işçisi kimi 1934-cü ildə Şəkinin Bideiz kəndində partkom olan Əbdülcabbarın evində olarkən, divardan Qavril Hambarsumoviç Şabanyan adlı bir erməninin şəklinin asıldığını görür. Bəxtiyar Vahabzadə yazırdı ki, illər keçdi. Yolum 1972-ci ildə Baş Göynük kəndindəki Nizami Muzeyinə düşdü. Orada təsərrüfat müdürü işləyən bir nəfər qoca diqqətimi yaman cəlb etdi. Mən onu harda gördüyümü xatırlamağa çalışdım. Evə gəldim. Bütün gecəni fikirləşdim ki, onu hardan tanıyıram. O erməninin qəzəb dolu baxışları gözlərimin qarşısına gəldi. Mən səhər kənd muzeyinə getdim. Onu tapdım. Soruşdum ki, sən həmin adam deyilsənmi? O, kəkəliyə-kəkəliyə danmağa çalışdı. Dedi, mən deyiləm. Mən ona sübut eləməyə çalışdım. Səhər yenə muzeyə gələndə onu görmədim. Soruşdum. Dedilər ki, ürəyi partlayıb, ölüb.